İran müharibəsi ilə bağlı gərginlik davam etməkdədir. Fevralın 28-dən başlayan müharibə hələ də davam edir. Ötən gecə ağır zərbələr olub İrana, hava zərbələri İsrail tərəfindən. Nəticədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani və bəsis qüvvələrin rəhbərinin öldürüldüyü barədə məlumatlar yayılıb. Hətta İsrail tərəfi bu məlumatı təsdiq edib. Ümumiyyətlə, son günlər bu mövzuda çox qarışıq bir fikirlər səsləndirməkdədir. Gündəmi zəbt edib, amma hələ həmin suallara, açıq qalan suallara cavab tapılmır. Həmin bu İranın Ali yeni milli lideri ilə bağlıdır. Eyni zamanda da dediyim kimi bugün yayılan Əli Laricaninin öldürülməsi xəbərindən bağlıdır. İş orasındadır ki, ötən gecə zərbələrindən sonra İsrailin Müdafiə Naziri İsrail Katz ölkənin baş qərargah rəisindən aldığı məlumata əsasən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və bəsis qüvvələrinin rəhbərinin öldürüldüyü barədə məlumatı təsdiq edib. Amma İran tərəfi hələlik bu məlumatı təsdiq etməyib. Bunun əvəzinə Əli Laricaninin X hesabında paylaşım edilib. Mətn formasında paylaşım olub. Həmin paylaşımda Əli Laricaninin özü barədə, vəziyyəti barədə heç bir fikir qeyd edilməyib. Bu həmin fikir əsasən Amerika Birləşmiş Ştatlarının Şri-Lanka sahillərində batırdığı İran dənizçiləri ilə bağlıdır və həmin dənizçiləri ilə bağlı başsağlığı verilir. Bundan başqa İranın yeni təyin olunmuş Ali Milli Dini lideri Mustafa Xamneyni ilə bağlı son günlər açıq qalan suallar var. Onun gah öldürüldüyü, gah ağır yaralandığı, gah başqa ölkəyə qaçdığı, gah aparıldığı belə məlumatlar var. Hələ də bu suallar açıqdır. Amma eyni zamanda da beynəlxalq mətbuatın yazdığına görə onun adından, yəni Mustafa Xamneyinin adından da fikirlər yayılmaqdadır. Məsələn, fikirlərdən biri odur ki, Mustafa Xamneyi ağır yaralıdır, hərəkət edə bilmir. Hətta onun Ermənistan vasitəsilə Rusiyaya aparıldığı, yaralı halda aparıldığı barədə, indi müalicə adından bu, nə adından aparıldığı və yaxud getdiyi barədə məlumatlar var. Bununla bağlı da rəsmi heç nə deyilmir. Amma bugün Reutersin yaydığı məlumata görə Amerika Birləşmiş Ştatları İrana atəşkəs, gərginliyin azaldılması və ya atəşkəs əldə edilməsindən bağlı təklif edib. Bu təklifin iki vasitəsi ölkə tərəfindən edildiyi barədə məlumatlar var Reutersin məlumatında. Amma Mustafa Xamneyinin adından həmin deməli Amerika Birləşmiş Ştatlarının bu təklifin, atəşkəs təklifinin rədd edildiyi barədə məlumatlar yazılıb. Hətta Mustafa Xamneyinin nəinki Amerika Birləşmiş Ştatlarının atəşkəs təklifini rədd etdiyi, hətta İsrail və Amerika Birləşmiş Ştatlara qarşı onda çox möhkəm ağır, deməli, qisas hisslərinin olduğunu yazıb. Beləliklə, ümumiləşdirsək, son günlər İranın, deməli, İran hakimiyyətinin, ölkənin idarə edilməsində əsas fiqurlardan sayılan, əsas fiqurların öldürüldüyü, yaralandığı və yaxud taleyinin necə olduğu barədə konkret açıq suallar var. Hələ də onlara aydınlıq gətirilməyib, amma təcrübə göstərir ki, İsrailin təsdiq etdiyi məlumatlar sonradan İran tərəfi də təsdiq edir. Məsələn, Əli Xamneydə belə bir təcrübə var. Əvvəlcə İran tərəfi təsdiq etməmişdi, sonradan onu hətta İranın Xarici İşlər Nazirliyi onun ölmədiyi barədə məlumat vermişdi, sağ olduğunu demişdi, amma sonradan onun rəsmən təsdiq etdilər öldüyünü. Beləliklə, indi hazırda İsrail İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin öldürüldüyünü təsdiq edir, amma İran tərəfi əvəzində paylaşım edilir. Amma bu da dediyim kimi video material deyil, mətn formasındadır. Hətta həmin deməli Əli Laricaninin hesabında, X hesabında paylaşılan mətnin ayın 16-sında, martın 16-sında hazırlandığı barədə, yayıldığı barədə məlumatlar da var. Odur ki, Əli Laricaninin hələlik taleyi məlum deyil. Eyni zamanda da dediyimiz kimi Mustafa Xamneyinin taleyi də hələlik müəmmalı olaraq qalmaqdadır.